üzərindən qara yerlər əsməsin. Ana yurdum Azərbaycan evləri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı. Dalğalansın Türk Turan bayrağı. Azərbaycanın ilk qadın xalq şairi Mirvari Dilbazi. Əziz tədbir iştirakçıları, bugün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsinin qəhrəman, igid oğlanlarından biri də Qazi Nailə ananın oğlu Rəşad Ələkbarovdur. Anadan olduğu gündür. Vaxt var idi, Nailə ananın ocağında qeyd olunurdu ad günü. Ancaq bugün vətən olaraq, xalq olaraq, millət olaraq deyirik ki, şəhid Rəşadımız mövludun mübarək olsun. Budur vətən uğrunda canından keçmək. Budur ölümündən sonra yaşanan ömür. Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanından, canından keçən cəm şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Rəhmət sizə ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Dövlət milli səsləndirilsin. Bu gördüğünüz Kəlağayını burada sergileyir. Üzeyir Hacıbəyovun bugün anadan olduğu gündür. 140 illiğidir. Milli Musiki günümüzdür. Bizim de şəhid balamızın tədbirlə üst-üstə düşüb. Ona görə də elə bu Kəlağayını da biz burada sergilədik. Allah rəhmət eləsin. Çok sağ olun. Polat Bey sağ olun. Azərbaycan möhtəşəmdir gül səsin. Əysinməsin üstümüzdən nəfəsin. Bu torpağa vətən deyən hər kəsin. Şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi bu haqqan. Gəlib çatdı gəziləndən bu xoşan. Bu torpağa igid doğan, ər doğan, şəhid anaların əllərindən öpürəm.
gözlərindən öpürəm, ürəklərindən öpürəm. Var olun şəhid ataları, şəhid əzizlər, anaları. Vətən sizdən başlayır. Sizlərə hər zaman xalq olaraq, millət olaraq borçluyuz. Bugün nə yaxşı ki, bizim əzimiz Nailə anamızın yanındasınız. Mən ilk olaraq sözüm Türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdürü Faiq Ələkbərliyə söz vermək istəyirəm. Mənə elə gəlir ki, Rəşad haqqında nə lazımdırsa ən gözəl sözləri elə Faiq müəllim deyəcək. Buyurun Faiq müəllim. Tədbiri keçirdiyinə görə sizlərə də təşəkkür bildirirəm, hər birinize təşəkkür bildirirəm. Gələnlər də var olsunlar. Əlbəttə, bizim öyrəndiyimiz, bildiyimiz budur ki, millətimiz üçün qələmi ilə və canı ilə, qanı ilə şəhid olan millətin şəhididir. Vətənimizin şəhididir. Yəni, milləti millət edən, vətəni vətən edən onun qaziləridir, onun şəhidləridir. Doğrudur. Yəni biz bilirik ki, istər bizim milli adət-ənənələrimizdə, istərsə dinimizdə də var. Bəli, millət üçün həmi bilik, həm elm, yəni bir əlimizdə qələm, bir əlimizdə silah. Əgər qələm də doğru yoldadırsa, silah da doğru yoldadırsa, doğru yolda olan qələm və silah millətə və vətənə xidmət edibsə, bu yolda mübarizə aparanlar məhz şəhiddirlər. Yəni, bilirik ki, dilimizdə də var, Peyğəmbərimizin hədislərində də var ki, alimlərin deyir, bir mürəkkəb damlası da yəni şəhidlərin qanına bərabərdir. Gərək alimi də alim ola, şəhidi də şəhid olsun. Eləcə də əldə silah tutan da bilsin ki, kimə silah tutur və nə üçün şəhid olur. Yəni bu anlamda bizim Rəşad balamızda və digər şəhidlərimiz kimi tərəddüd etmədən getdi. Yəni mən həmişə düşünürəm, gənclərimiz də, bizim tələbələrimiz də buradadır, əvvəllər də demişəm. Bizim yəni gücümüz nəyə çatır? Ya qələmimizlə vətənimizi, xalqımızı müdafiə edəcəyik, ya da qolumuzun gücünə, silahla müdafiə edəcəyik. Yəni başqa bir şey yoxdur. Yəni bu anlamda biz də əlimizdən gələni edirik. Rəşad balamızda yəni qrupda böyüdü. Yəni qrupda böyüyənlər üçün də evin tək oğludur, ya 5 evladından biridir. Onun üçün yəni belə bir şey əhəmiyyət kəsb etmir. Yəni vətən millət uğrunda gedən elə analarımız var, elə atalarımız var ki, evindən 2 oğul şəhiddir, 3 oğul şəhiddir, 1 oğul şəhiddir. Bu yəni demək istədiyim odur ki, burada evlatların sayına görə deyil. Yəni burada ruha görə. Çünki hər bir evladımız bir candır, bir ruhdur. Sizdən bir ailədə 5 nəfər olsun, 1 nəfər olsun. Ona görə də hansı ruhda tərbiyə alırızsa, o ruhu uğrunda da o vətən içində, millət içində şəhid oldu. Yəni, mən nə deyim, yəni, sözün açığı, deyək ki, Rəşad balamız biraz, yəni, necə deyərlər, biyoloji anlamda yaxın ola bilər, amma digərləri bizə uzaq deyil axı. Bizim üçün biyolojidən daha çox, yəni, qan bağlılığı zaten hamımızda var. Əsas bizim üçün ruh bağlılığı. Bizim yeni deyiləm, milli dəyərlərimizdə də bu var, dini dəyərlərimizdə də var. Yəni, vətənimizi və millətimizi yaşatmaq üçün başqa yolumuz yoxdur. Yəni, ya bu torpaqlar uğrunda, bu torpağı torpaq edən üzərindəki alqandır. Torpaq uğrunda olan varsa vətəndir. Yəni, istər bunu Arif Nihat Asya deyilsin, ya Abbas Səhətlər deyilsin, və başqa böyüklərimiz deyilsin. Yəni, gerçəklik dəyişmir. Mən də indi sizlərin qarşınızda yeni bir şey deyə bilmərəm və bir gerçəklik var ki, biz yəni hər zaman hər şeyə hazır olmalıyıq. Sabah bizi daha nələr gözləyir, onu bilmirik. Ancaq xoşbəxt o kəsdir ki, mən elə düşünürəm, xoşbəxt o kəsdir ki, onun ölümü şəhidlik olur. Yəni,
hər hansısa bir təsadüfü, indi deyərlər ya Allah qorusun başqa bir şey deyil. Yəni doğrudan da anlayanlar üçün şəhidin nəşi belə cənnət qoxuyor. Bunda yəni bizim dediyimiz kimi dilimizdə də var, zaten bizim milli adət-ənənələrimizdə də var. Yəni bu xoşbəxtlikdir. Ancaq insan əlbəttə bizdə atalar söz var, deyir o düşdüyü yeri yandırır yaxır. Yəni onu biz fizik olaraq haradasa özümüz yəni o ağırını çəkə bilmirik. Ancaq onu çəkənlər yaxşı. Gerçəklik də budur, inancımız budur. Şəhidlik zirvəsinə ucalmaq hər kəsdən nəsib olmur. Sözün həqiqi mənasında. Ona görə də yəni inşallah şəhidlərimizin qanı da yerdə qalmayıb, qazilərimizin də mən ümid edirəm ki, onların öz torpaqlarında rahat uyuması üçün biz də əlimizdən gələni etməliyik. Daim xatırlamalıyıq. Bizim üçün belədir. Çünki hər halda şəhidlərin ruhu, bütün şəhidlərimizin, Rəzədə Rəşad olanın ruhu bizlə birgədir. Mən buna inanırım. Yəni, söhbət edə bugünün şəhidlərindən getmir, mən hesab edirəm. Torpaq uğrunda nə qədər min illər bu şəhid olanlar varsa, onların ruhu mənlədir. Ona inananlarladır. Biz də bu yolu davam etdiririk. Başqa yolumuz yoxdur mən. Hesab edirəm ki, göydən Tanrı, Allah, yerdə millətimiz və Tanrı'nın üstündə bir şeyləri əlimizdən gələni etməliyik. Nə qədər ağırlı, acılı olsa, ancaq hər halda ağrının acının içərisində vicdani bir his bizi bilir ki, biz bu işdə doğru yoldayız. İçimizdəki bu vicdan hissi çox önəmlidir. Hər hansı şeyə görə ağır yaşamır. Şəhidliyin ağrısı, acısı da şirindir, mən hesab edirəm. Ona görə də İnşallah Azərbaycanımız üçün, Azərbaycan xalqı üçün, dövlətimiz üçün şəhid olanlar, qazi olanlar məncə ən yüksək yerdə, məncə dedikdə, yəni yenə deyirəm, mənim şəxsləşim ən yüksək yerdədir. Rəşad da yəni gözümüzün önündə böyüdür, torpaq bir vətən üçün şəhid oldu. Allah bütün şəhidlərimizin yeri ucadır və ucadan da ucaq olsun, qazilərimizə Allah can sağlığı versin, səbir versin. İnşallah ki, Azərbaycanımızın birliyi və dirliyi üçün o şəhid olanlar və qazi olanların yeri həmişə ucaq olacaq. Sağ olun, var olun. Faik müəllim, təşəkkür edirik. Bugün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri də buradadır. Gələcək gənclərin də çox sağ olun. Təşəkkür edirəm məzlərim sizə. Və Faik müəllim qeyd elədiyi kimi qazilərimiz də şəhidlərimizin şahidləridir. Onlara da borcluyuq. İnsan ömrü nə qədərdir? Uzağı 100 il. Bu da kimə qismət olar, kimə qismət olmayır. Zaman gələcək burada bizlər olmayacaq. Başqa nəsillər buranı əvəz edəcək və hər zaman beləcə şəhid balalarımız xatırlanacaq tarixin qızıl hərflərində. Bu məqamda sizin üçün şərtindir və mənə elə gəlir ki, aradan 5 il keçsə də, 1-ci Qarabağ müharibəsindən az qala bir 30 ildən çox il keçsə də, yenə elə həmin şəhid valideynləri də, şəhid doğmaları da həmin o anın içərisindədir. Ona görə də sizlərə borcluyuq. Qazi qardaşlarımız var burada. Sizə də minnətdarıq. Mirvarid Dilbazi yazır ki, bir canım var sizə qurban, Azərbaycan oğlanları. Mərdliyi unutmur dövran, mərd keçdiz qanlı yolları, ey vətən qəhrəmanları. Düşmən yurtda yurt salmasın, yurt düşmənə qalmasın, vətən oğulsuz olmasın, Azərbaycan aslanları. Adım şair özüm ana, mən yazıram yana-yana, qan salana düşsün qana, qana sal cavanları. Bir canım var sizə qurban, Azərbaycan oğlanları. Allah qorusun qazilərimizi, Allah şəfalarını versin. Tədbirimiz bugün mənim əzizlərim 2 saatdır. Ona görə də hər çıxışçıdan çox xahiş edirəm. Mövzudan qəti kənara çıxmayasınız. Qısaca olaraq 2-3 dəqiqə çıxış edəsiniz. İndi isə sözüm mən Prezident təqaüdçüsü, əmək qəhrəmanı, hər zaman şəhid analarının yanında olan Mirvarid Dilbazi Poeziyası İdarə Heyətinin üzvü, Ulu Öndər Heydər Əliyevin belə sevib seçdiyi qəhrəman Tərlan Musayevaya verirəm. Tərlan xanım, xoş gəlmişsiniz. Bərdənin adını dünyaya yayan mexanizator xanım. Neçə xanımlar var, bu xanımlardan örnək alıb belə xanımdan ki, mən də bir mexanizator olum, mən də bir maşın sürməyi öyrənim. Və çox adamda maraqlı burasıdır ki, deyirlər ki, Tərlan xanım hələ sağdır. Bələ, Tərlan xanım sağdır, Tərlan xanım yaşayır
Və bunun da səbəbi nədir? Tərlan xanım 23 yaşında İstiqlal Səhvinin deputatı olubdur. Ona görə də elə bilirlər, bu bir 100 yaşında bir xanımdır. Buyursun Tərlan bacımız, Tərlan xanımız. İlk önce salamlayıram tədbir iştirakçılarını, şəhid analarımızı, əllərinizdən öpürəm, qazilərimiz, qarşılarınızda baş əyirəm. Bugün tədbir məlumdur, səbəbkar məlumdur, nəyə toplaşmışıq. Əzizimiz Nailə xanımın ciyər parası, bircə övladı, Rəşadın doğum günüdür. Biz bu tədbirə ona görə yığışmışıq. Mövludun mübarək, şəhidim. Qarşında baş əyirəm bir ana kimi, bir Azərbaycan qadını kimi. Biz hər bir şəhidimizə borçluyuq. Hər bir qazimizə borçluyuq. Bu dildə deyilməməlidir, bu əməldə də göstərilməlidir. Bugün buraya yığışan şəhid sevərlərimiz, Rəşad sevərlərimizdir. Nailə xanımın balasının mövlud günüdür. Mən Nailə xanımın qarşısında söz deməyə acizəm. Mən Nailə xanımı tanıyandan bəri sanki varımdan yox olmuşam. Onun simasında tənhə balasını itirən anaları mən söz tapmıram onlara nəsə bir təskinlik verməyə. Nailə xanım bu yaxınlarda bizim bir tədbirimizdə iştirak etdiyim Rivayət Qazi adlanan İctimai Poeziya Məclisinin bir tədbirində, yəni mənim kitab təqdimatımda o bir söz işlətdi. Mən hər zaman onu doğrudan da unuda bilmirəm. O tənha anaların yeganə balasını itirən anaların sanki ürəyindən gələn bir sözdür. O deyir ki, mən bunu nəfəs alıram sanki. Mən övladımı itirəndən sanki mən də ölmüşəm. Mənim Rəşadım öləndən sanki mən də ölüyəm. Söz bilirsiniz nədir? Bu ən ağır bir sözdür. Burada elə analar oturubdur. Bir şəhid anamızla, Zahabın anasız anamız. Mən bu analarla daim əlaqə qurduğum üçün, onlarla bir yerdə olduğum üçün onların dərdi də, səri də sanki elə bir ki, mən də yaşayıram o dərdi, o səri. Şəhidlər bir sizin övladlarınız deyil Nailə xanım. Şəhidlər hamımızın övladlarıdır. Bütün Azərbaycanın övladıdır. Onlar bizim namusumuzu, qeyrətimizi bizə qaytarıblar. Onlar bizim baş taclarımızdır. Onlar bizim yerə düşən papağımızı kişilər ki deyir, onlar bu yerdən qaldırıb yenidən o kişilərimizin başına qoyurlar. Siz ona görə möhkəm olmalısınız, dözümlü olmalısınız, yaşamalısınız. Özünüzdən asılı deyil bu yaşamaq. Tanrının sizə verdiyi bir talihdir, bir yazıdır. O övladlarımızın da qismətinə bu yazı gəlib bu dövrün həmin gənclərimizin talihinə qismət olubdur. Yəni 92-ci illərdə mən Qarabağlı olduğum üçün, yəni Bərlidə yaşadığım üçün, Cəbhə bölgəsinə yaxın bir rayonda olduğum üçün və rayonda maddi məsul bir şəxs kimi mən o dövrün yəni ki, şəhidləri ilə daha çox onları mən gözümün qabağına gətirirəm. O döyüşçü olanlarımızın gözümün qabağına gətirirəm. Onların açdığı o yolu, o cığırı bugünkü bizim uşaqlarımız 30 yaşa qədər, 32 yaşa qədər olanlarımız o yolu ki açdı bizim o şəhidlərimiz, o veteranlarımız bugünkü sizin balalarınızın qismətinə düşdü o yolu getmək və o yolda şəhid olmaq. Bəlkə 40 il keçərdi, 40 ildən sonra ki gənclərimiz, yəni bugün 20 yaşında olanlarımız, 10 ildən sonra olanlar. Amma tarih elə gətirdi ki, sizin balalarınızın qismətinə yazıldı bu yazı. Onların alın yazısıydı, torpaq uğrunda şəhid olmaq, vuruşmaq və yenə deyirəm, bizim uzun müddət arzusunda olduğumuz o torpaqlar işğal altındaydı. Bugünkü bizim bu evlatlarımızın qismətinə düşdü o torpaqların azad olunması. Yəni, mən bu evlatlarımızın qarşısına baş əyirəm. Bugün burada oturan şəhid analarımızın simasında bütün Azərbaycanın şəhid analarının əllərindən öpürəm.
Allah qəni-qəni rəhmət eləsin hər birinə. Allah ruhlarını şad eləsin. Allah yaptıkları məkanları onsuz da cənnət onların, nurlu eləsin həmişə. Və Allah bu analarımıza da səbir versin, dözüm versin. Yaşasınlar. Nə qədər siz yaşayırsınızsa, övladlarınız da yaşayacaq, mən bunu həmişə deyirəm. Dövlətimiz, hökumətimiz şəhidlərimizə dəyər verir, qazilərimizə dəyər verir. Onları bacardıkları qədər onlara dəyər verir. Amma onları yaşadan sizlərsiniz, siz valideynlərsiniz, bunları mən həmişə deyirəm. Və biz sadə insanlar da sizin yanınızda olmaqla sizə biraz təskinlik veririk. Bizim yəni əlimizdən bu gəlir. Sizin yanınızda, mən hər bir şəhid ailəsində olanda onların bir dənə arzusu var ki, bizə mənəvi dəstək, bizə qapımızdan girin, bizə bu lazımdır. Bizimlə belə əlaqə qurun, bizə bu lazımdır. Biz heç nə istəmirik. Doğrudan da siz heç nə istəmirsiniz. Sizin bir dənə təskinlik üçün ancaq sizə mənəvi dəstəyimiz lazım. Ona görə Allahdan sizə səbir diləyirəm, özüm diləyirəm. Allah balalarımıza, yeni deyirəm, rəhmət eləsin. Bu balalarımızın Allah nurla doldursun yatdığı məkanları. Təşəkkür edirəm, Allah'ınıza. Çox sağ olun Tərlan xanım. Nailə xanım, Leyla ana sizə salam göndərib və sizi çox sevir. Təsəvvür edin ki, Tərlan xanımın anası var. Biz Tərlan xanım gildonada dönə-dönə soruşurdu. Ay bala, Nailə getdi mi? Görən çatdı mı? Ay Tərlan nömrəsini götürdü mü? Yəni Nailə xanım bizim belə əzizimizdir. Anıya da salamlarınızı çatdırarsınız. Bugün Tovuz rayonundan Brilliant Ateş gəlib, şair anamız. Deməli, Rəşadımızın ad günü olanda Brilliant xanım da elə oradan gəlmişdi. Doğrudan da çox təsirlidir mənim əzizlərim. Bir ananın bir neçə övladı var, biri şəhiddir. Çox ağırdır. Ancaq bir ananın bircə babası. Heç qız da yox. Şəhid. Bir var şəhidlərimiz ağırdır. Bir də var məzarsız şəhidlərimiz. Yəni, deyir ki, ölümün də həyatdakı yaxşısı var, pisi var. Ölümün də şərəflisi, həm də şərəfsisi var. Şəhidlərimizin ölümü şərəfli ölümdür. Ancaq bu şəhidlərin də belə çətini var. Yəni, ən çətini ananın tək övladı olmaqdır, ən çətini məzarsız olmaqdır. Yenə məzarı olanda gedirsən, göz yaşını o torpağa tökürsən, haradasa canında rahatlıq tapırsan. Ancaq Nailə bir od içində mənə evə gəlir ki, nə qədər canında can var, bir məşəl kimi yanacaq. Buyurun, Bülent. Salamlayıram hər birinizi, mənim əzizlərim. Şəhid analarının, şəhid atalarının, qazilərimizin qarşısında baş əyirəm, öpürəm əllərimi. Çünki biz bir insan olaraq onların hər birisinə ömrümüz boyu borçluyuq. Nəinki biz? Bizim gələcək nəsillərimiz, onların gələcək nəsilləri. Necə ki Azərbaycan var, bu xalq onların qarşısında borçludur, sizlərin qarşısında borçluyuq. Sizlər və sizin evlatlarınız Allah tərəfindən o müqəddəs Allahımız tərəfindən seçilmişlərsiniz. Hər anaya qismət olmur şəhid anası olmaq, hər oğula qismət olmur şəhid olmaq. Mən analar görmüşəm ki, onlar Allaha yalvarıblar ki, nə olar ki, mənim də oğlum şəhid olaydı, amma belə olmayaydı. Yəni, çox müqəddəs, çox yüksək bir məqamdır. Biz şəhidlərə rəhmət deyirik, onlara öldü demirik, onlar cənnətdədirlər. Onların ruhları yaşayır, özləri isə nur içində əbədi olaraq uyuyurlar. Mən çox danışmaq istəmirəm, təkrar sözdə demək istəmirəm. Sadəcə olaraq bugün Nailə anaya, onun simasında bütün şəhid analarımızı, şəhid atalarımıza Allah səbir versin deyirəm. Və biz neçə ki ömrümüz var, hər zaman sizin yanınızdayıq. Bacardığımız qədər, gücümüz çatan qədər. Və gözəl Rəşadımızın adınla Nailə anaya deyirəm. Ağlama.
Gözlərinə yaraşmır o yaş. Ağlama, gözlərinə yaraşmır o yaş. Cənnətdə bülbül tək ötən oğlum. Fəxr elə, başını uca tut hər an. Hamı səcdə edə vətən uğruna. Cənnətdə bülbül tək ötən uğruna. Allah rəhmət eləsin bütün şəhidlər üçün. Brilliant xanım, təşəkkür edirəm. Mənim əzizlərim. Deməli, biz tədbirlər keçiririk və bu tədbirlərdə hər zaman şəhid anaların Mirvarid Dilbazi poeziyasının keçirdiyi tədbirlərdə iştirak edir və biz bununla çox qürur duyuruq. Siz olan yer, sizlər olan yer çox belə urvatlı, çox mərfətli, çox hörmətli olur. Deməli, şəhid tədbirləri mütləq fərqlənməlidir. Mən həmişə demişəm. Restoran şəhidlərimizə aid deyil. Bax, şəhidlərimizin tədbirləri belə mədəniyyət ocaqlarında, məktəblərdə, ali məktəblərdə, mərkəzlərdə keçirilməlidir. Solmaz xanımın burada indi ifa edəcəyi mahnı vətənpərvərliyi mövzusundadır. Solmaz xanıma təşəkkür edirəm. Elə hər zaman, harada şəhid tədbirimiz var deyəndə, başqa müğənnilərdən, aşıqlardan fərqli olaraq qulaqlarına çatsa da məndən inciməsinlər. Yəni, həmişə şəhid analarının yanındadır və bununla da çox qürur duyur. Bu il anadan olmağının 70 ili yubiley təntənəsidir. Beynəlxalq Muğam Mərkəzinə qeyd etdik. Zəfərin Mübarək Azərbaycan adlı kitabı işığımızı gördü. Şəhidlərimizin ruhuna ithaf edir, zəfərimizin 5 ili ilə əlaqədar. Və bugün də bu şəhid tədbirləri başqa tədbirlərdən fərqli olaraq vətənpərvərlik ruhunda olmalıdır. Yəni, bəlkə də şəhid analarına çətindir dinləmək, kövrəlirlər. Ancaq bizim şəhidlərimiz o qədər müqəddəsdir ki, mütləq orada zəfərin ətri duyulmalıdır. Ona görə ki, bunlar öz qanlarından, canlarından tarix yazdılar və Solmaz xanımdan bir çıxış, sonra da mahnılarını dinləyək. Buyursun Solmazımız. Dəyərli analar, dəyərli bacılarım, qardaşlarım, hər birinizi salamlayıram, dərdinizə şərikəm. Siz düşünməyin ki, siz evlatlarınızı dünyaya gətirdiniz, təkcə siz onların anası. Xeyr. Hər birimiz onların anasıyıq. Mən şəxsən bütün orada dünyasını dəyişən, şəhidlik zirvəsinə ucalan bütün balaların anasıyım. Mən özümü elə hiss edirəm. İnsan var ki, doğum tarixi yazılır, ölüm tarixi yazılır. Bir şeylə qürur duyun ki, sizin balaların ölüm tarixi yoxdur. Onlar əvvəli yaşardılar. Dünyaya gəldiyi gün bəllidir. Amma dünya varkən, Azərbaycan varkən, Azərbaycan xalqı yaşayırkən, Turan varkən o balalar yaşayacaq. Mən 2020-ci ildə, 5 il bundan öncə, Müdafiə Nazirliyinin hazırladığı şəhidlə bağlı bir kompozisiyada şəhid anası rolunda yer aldım. Lənkəranına şəhid... O kimin telefonudur o? Səsizə bu aşırı, tapşırma. Diqqətli olur. Buyurun sorulsun. Lənkərandan Mübariz adlı bir şəhidimizin anası rolunda mən oynamalıydım. Və mən o rolu oynadım. Və orada şair mübisiz Əli Vəlioğlu'nun Vətən Harayı adlı bir şeiri mənim əlimə keçmişdi. Onu mən bəstələmişdim. Və nəşrin üzərində olan üç rəngli bayrağımızı bir ana olaraq mənə təqdim edəndə mən o qədər özümdən asılı olmayaraq həqiqətdə də elə bir o şəhidin anasıydım. Bayrağı öpərək ağladım və orada mənim o mahnım ifa olundu. Ondan bir il sonra bizim torpaqlarımız uğrunda savaşa səfərbərlik elan ediləndə bütün gənc cəngavər balalarımız heç kim onları məcbur eləmədi. Hər biri öz istəyinlə o çağırışa qoşuldu. Və mən bir şeyi davamlı izlədim ki, bəlkə siz özünüz də izləyirdiniz. Bütün balaların cibində Azərbaycanın üç rəngli bayrağı vardı ki, ilk öndə mən gedəcəm, bayrağı mən saldır. Bu nə deməkdir? Bu bizim xalqın, anaların tərbiyə verdiyi igidlərin tərbiyəsidir. Bu bizim anaların
döşündən verdiyi südün müqəddəsliyi idi. Mən sizlərin qarşısında baş əyirəm. Siz düşünməyin ki, kimsə yaşayacaq, əbədi yaşar, kimsə yoxdur. Hər birimiz dünyamızı vaxtı gələndə dəyişəcəyik. Və hər birimizin Allah-u Teala alnımıza neçə dəfə nəfəs almaq və neçə dəfə nəfəs verməyi öncədən yazıb. Ondan bir dənə artıq nə ala bilməyəcək, nə verə bilməyəcək. Ona görə siz xoşbəxt analarsınız ki, sizin balalarınız ən yüksək məqamdadır, şəhidlik məqamında. Mən ana tanıyıram ki, oğlu həmin müharibədə iştirak elədi. İnanın, geri dönüşündən 2 ay sonra bir qəzada həyatını dəyişdi. İnanın, o qədər ağlayırdı, keşkə balam orada şəhid olsaydı, keşkə balam gəlib burada dünyasını dəyişməsəydi. Belə analarımız da var. Siz qəhrəman analarsınız. Sizin qarşınızda mən baş əyirəm və Vətən Haray mahnımı sizin qarşınızda ifa edirəm. Vətən darda qalmaz, bizimdir həyat. Düşmənə hər zaman zor qazasıyıq. Vətən darda
qələbəmiz bizimlə oldu. Çox təşəkkür edirəm Solmaz xanım, var olun. Burada bir balaca balamız var, məktəbdən gəlir. Şəhid analarına söz var. Dayısı da şəhiddir. Bizim əzizimiz İnci Şirvanlının nəvəsidir. Necəsin? Halımı sorursan necəsən deyil, səsim car olursa elə, yaxşıyam. Əlim toxunursa əllərinizə, bu o deməkdir ki, hələ yaxşıyam. Oxuya bilirəm, yaza bilirəm, səhvən qış demirəm yaza, bilirəm. Söz çəkəndə özüm naza bilirəm. Kimlərsə qurmasa tələ, yaxşıyam. Mən söz aşiqiyəm əzəldən bəri, taleyim beləcə cütləyib zəri, üstümdədir yaradanın nəzəri, özü sığal çəkib telə, yaxşıyam. Allah'tan arzu edirəm ki, bütün şəhid analarımıza Allah'tan can sağlıqlar duyuram. Allah sizə səbir versin. Allah şəhidlərimizin məkanını cənnət eləsin. Haqqı görən gözümsüz, dərdlərimə dözümsüz, ən müqəddəs sözümsüz ay şəhid anaları. Zirvələrdə varımsız, əlimdə şuarımsız, nə yaxşı ki varımsız, ay şəhid anaları. Başımdakı tacımsız, hər dərdə əlacımsız, həm anam, həm bacımsız, ay şəhid anaları. Uzun illərdən bəri, dilimizin əzbəri, siz çaldınız zəfəri, ay şəhidlər. Nə çəkdiniz mən bildim, düşdü saçaq dən bildim, öz anama tən bildim, ay şəhid anaları. Öz anama tən bildim, ay şəhid anaları. Müəllif İnci Şirvanlı. Ama bizim şəhidimizin, bax bugün anasının balası Rəşadın adlı. Gidir ananın yanına, bax bir sözləri divanıya. Deyil, nəsə deyil, Nailəni deyil. Hər biriniz Murov boyda dağsınız, el yanında daimüzü aksınız. Sizlər Şuşasınız, Qarabağsınız, haqqınızı halal edin şəhidlər, haqqınızı halal edin qazilər. Bu dünyanın asları nə, gücün nə? Yol getdiniz haqqa doğru düzünə, canın qurban şəhid qazi sözünə. Haqqınızı halal edin şəhidlər, haqqınızı halal edin qazilər. Qarışdı torpağa hər damla qanın, möhür bəndə oldu şeirin, dastanın, qeyrət simvolsuz Azərbaycanın. Haqqınızı halal edin şəhidlər, haqqınızı halal edin qazilər. Sücayətlə gözün qurban verənlər, qolsuz qıçsız geri dönən ərənlər, ey nur üzlü ədaləti görənlər, haqqınızı halal edin şəhidlər, haqqınızı halal edin qazilər. Aman Allah o dələndi başıma, çatmaz gücüm bu qəm yükün daşıma. Rəhm eyləyin bu qanlı göz yaşıma, haqqınızı halal edin şəhidlər, haqqınızı halal edin qazilər. Azəri xalqının canlı şəhidi, bütün olayların canlı şahidi. Bunu inci yox
valideynləri. İnci xanım şəhid Qədir xanım bacısıdır. Və mən özüm xanəndə şəhid Qədirxan Qədirovun bacısıyam. Elə başa düşürəm ki, bu yara sağalan yara deyil. Ona görə də mən yazdım ki, gəlininin toyxanası solmayan, təzə bəyi hələ ata olmayan. Ay Güllü xanım, şəhid olub nişanəsi qalmayan. Bax, belə bütün şəhidlərin bacısıyam mən. 5-6 bacısı olanların da, körpəsi qundaqda qalanların da, can üstə xəyala dalanların da, ay analar, bütün şəhidlərin bacısıyam mən. Necə başsız gələn bədənlərin də, muradı gözündə gedənlərin də, anası intihar edənlərin də, bütün şəhidlərin bacısıyam mən. Allah nələr çəkdi bəlalı başım, yanağında cığır açdı göz yaşım. Vallahi təkcə Qədirxan deyil ki, qardaşım, belə bütün şəhidlərin bacısıyam mən. Adına şirin çay içmədiyimiz, hələ zövcəsini seçmədiyimiz, bəylik libasını biçmədiyimiz, bütün şəhidlərin bacısıyam mən. Ömrünün nizamı pozulanların, adı qanı ilə yazılanların, bax belə şəhidimiz kimi məzarı ürəkdə qazılanların, bütün şəhidlərin bacısıyam mən. Naykanlar el obası oxşayan, laylasın çal, ağısın deyə oxşayan, inci şəhid Qədirxan tək oxşayan, bütün şəhidlərin bacısıyam mən. Bütün şəhidlərin bacısıyam mən. İndi isə əzizlərim, yazdığım bir mahnını şəhidlərimizin ünvanına bəstələmişəm, yazmışam. Təbii ki, bizim yaşadığımız hər andan ötürü, hər dəqiqədən ötürü, hər saatdan ötürü onlara və onları dünyaya gətirən analara borcluyuq. Allah sizə səbir versin. Qalib olduq. Ona görə də elə... Sən hər dəqiqə, hər anda, sadiqsən içdiyin anda, bir ürək sən iki canda, İlhamımla Erdoğanım, Türkiyəm, Azərbaycanım, bir ürək sən iki canda, Rəcəb Tayyip Erdoğanım, Türkiyəm, Azərbaycanım.
%100 yanında olacağız. İlhamımla Erdoğanım, Türkiyem, Azərbaycanım, bitməyə tarix dastanım, Rəcəb Tayyip Erdoğanım, İlhamımla Erdoğanım. Mən indi sözü Azədə xanıma vermək istəyirəm. Azədə xanım buyursun. Azədə, buyurun. İlk önce şehidine değer verip, bugünleri şehit analarının yanında olan, her zaman yüreği şehitlerine döyülen, şehit severleri ve başta şehit analarını, gazilerimizi salamlayıram. Şehit analarının yanında söz demek insana hem güç, kuvvet, hem de acardığı kadar yürek tələb edir. Ben her zaman söylemişim, bugün de söylüyorum. Rəşadın tədbirində Gəncədə oldum. Nalə ana qonağı var idi. Bizim Qudaqdan gəlmişdi. Devidən anası Sevinç anayla başqa bir otaqda yatırdı. Mən şəhidimizin otağındaydım. İnanın ki, bir anlığına Nailəm əməndən soruşdu. Pəncərəni bağlayayım, sənə soyuq olar. Dedim, hə, bağladım. Səsləri gəlirdi qulağıma. İki dərdli ana, iki şəhid anası söhbət edirdi. Bir anlığına üstümdən bir sərin meh keçdi. Açıq deyim, qorxdum. Çox qorxdum. Dedim, yəqin pəncərə açıq qalıb. Pərdəni açdım, gördüm, yox, Nailəm pəncərəni bağlayım. Qorxdum, hamınızdan dönə-dönə üzr istəyirəm. Burada cəmlikə başıma çəkdim. Və ikinci bir meh keçdi. Artıq Rəşadımın ruhunun yanında olduğunu hiss elədim. Və o gündən bugünə qədər şəhidlərin ruhunun bizimlə olduğunu təsdiqini, isbatını tapdım. Siz analar başınızı dik tutun. Çünki zamanında, vaxtında anaları ilə, ataları ilə tanınan analar, atalar bu günləri sizlər şəhidlərinizin adı ilə tanınırsınız. Elfadımın anası, Zahırımın anası, Nicatımın anası, Elçinimin anası, Orxanımın anası, Arazımın anası, kimlər yoxdur? Minlərlə bu şəhidlərin adını çəkə bilərəm. Və 5 ildir müharibə başlayanlar, istər müharibə bölgəsində olmuşuq, onlar yurda ailəsi birlikdə, könüllü, yəni heç bir devlət tərəfindən, heç bir bizim rəsminə çıxarışımız var, nə də maddiyyatımız var. Sadəcə bugün də müharibədə şəhid olub, bugünə qədər nə qədər şəhid vermişiksə, bacardığımız qədər cənubundan, şərqindən, şimalından belə şəhid ailələrini gəzirik. Onlar bizdən nə istəyirlər? İnanın ki, hər bölgədə olmuşuq, cənub bölgəsindən belə. Onların o bizi görəndə, gözündəki o sevinci görəndə Məkkə, Mədinə yadımdan çıxır. Mənim üçün Məkkədə, Mədinədə, bax bu ocaqlardan başlayır. Şəhid verilən ocaqlardan başlayır. Çünki onlar oğul deyə bizləri gözləyirlər. Biz sıravi Azərbaycan vətəndaşlarını gözləyirlər. Nailəm, sizin simanızda bu günləri bütün şəhid analarının, şəhid atalarının göz yaşlarını tökə bilməyib, içində boğulan atalar, qababəllərinizdən ötürəm. Analar, hara çəkib, oğul yolu gözləyən gözlərinizdən ötürəm. Hamınızın qarşısında ayrı-ayrılıqda baş əyirəm. Mən də gedə bəliyəm. Amma mən şəhid ocağından çıxıb, əskərliyə, hərbi xidmətə gedənə qədər həmən o şəhidi, evin şəhidi bilirik. Amma gedib şəhidlik zirvəsinə ucalanda, mənə görə şəhid elin şəhididir. Evindən çıxanda evinin, elindən gedibsə elinin şəhididir. Və gəlin biz də, necə ki Ali Baş Komandanın söylədiyi kimi, bax bu,
oğlanlarımız komçası açılmayıb. Evlatlarının yolunu gözləyib, ata səsini həsrət qalan ata yolu gözləyir. Mən də ata yolunu gözləmişəm illərdir. O şəhidlərimizi unutmayaq. Sizdi, bizdi. Bizim bir işimiz var. Onlar yurda ailəsinin. Bu şəhidləri tanımadığımız bölgələrdə tanıtmaq. Azərbaycanın tanımadığı ailələrdə bu şəhidləri tanımaq. Hamınıza təşəkkür edirəm. Siz ağlamayın. Siz qürurlu duyun. Çünki siz qürurla vətəni, torpağı, canı qanı bahasına alan, illərlə həsrətində qaldığımız Qarabağı, alnımızın açıqlığını bizə verən o oğulların, o mərd oğulların anaları, atalarısınız. Hamınıza təşəkkür edirəm. İnanın ki, saatlarla danışaram. O analar bilir, gəncə şəhid anaları. Hamısı bilir, saatlarla yanınızda olmağa hazırıq. Çünki biz sizlərin bizə bəxş edib verdiyi qəhrəman evlatların bax, bu günləri sayəsində, bu kürsülərdə, isti ocaqlarımızda halal çörəyimizi yiyən vətəndaşlarım. Və bu günləri məni tək qoymuyor, Gədəbəy ziyalı xanımları. Paylaşımıma görə, yanımda olduğunuza görə hamınızı öpürəm. Odlar yurda ailəsi hamınızı öpürəm. Və ən başda da Solmaz xanım, sizlərə və sizlərə təşəkkür edirəm. Nailə xanım, əllərinizdən öpürəm. Hər zaman söylədiyimiz kimi, sizi minlərlə, yüzlərlə sevən Azərbaycan xalqı var. Hamınıza təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm. Odlar yurdundan Azər mənim, buyurun. Mənə təşəkkür edirəm bura gələn hər bir kəsə. Allah Nailənəyə və Nailənənin timsalında bütün şəhid valideynlərinə səbir və dözüm versin. Bəli, danışan elə bizim qrupumuzun admin dostlarımızdan biri Azada xanım idi. 5 ildir yəni biz bu qrupu yaratdıq. Yaratmaqda da bir məqsəd var idi ki, bütün Azərbaycan üzrə şəhid valideynlərinin yanında olub, az da olsa olan dərdinə məlhəm olmaq. Bunu hər halda bizi tanıyan, 5 ildə tanıyan şəhid valideynləri deyər ki, biz bu yolda tam təmənnasız olduq. Tam təmənnasız öz vicdanımızla oldu. Təşəkkür edirəm anaların hər birinə. Gənc anaları xoş gəlmişsiniz. Gəncədə də olmuşuq, dəfələrlə bu anaların qonaqları olmuşuq. Ömrümüzün axırına qədər sizə borcluyuq. Və bu borcu biz istəyirik ki, sözdə yox, əməldə suyuda yetirək. Nə qədər canımızda var, canımızda can var, bu yola davam edəcəyik. Çünki bizi bu yola vadar edən, bizim ürəyimizdə olan, şəhidimiz olan eşq. Şəhid eşqidir bizi bu yola salan və bu yola da biz tam yenə edirəm, canlı könüldən qatılmışıq. Bəziləri reklam xatirinə, bəziləri bu yolda gördük, şəxsi mənafeyləri üçün düşürlər. Amma biz bu yola sübut elədik ki, təmiz eşqimizlə düşmüşük, şəhidimizə, qazimizə olan eşqimizlə. Allah bütün antiterror şəhidlərimizə ruhunu şad eləsin. Antiterror şəhidlərimizin şəhid olduğu günlərə yaxınlaşırıq. 44 günlük müharibə şəhidləri, qisas əməliyyatları şəhidləri və ümumən Azərbaycan şəhidi hardasa 25 minə yaxın Azərbaycan şəhidimiz var. Bütün şəhid bizim şəhidimizdir. Şəhidin köhnəsi, təzəsi olmaz. Yəni, bütün şəhidlər Azərbaycan şəhidlərdir. Var olun, sağ olun. Xanım, siz də sağ olun. Allah razı olsun. Təşəkkür ederim. Çok sağ olun, teşekkür ederim. Naila Hanım, peki bu arada bir iki kelime diyesiniz. Neyse, sizi eşitmek bizim için bugün çok hoştur. Ben istəyirəm ki, danışasınız, danışabilirsiniz. Susmayın, xahiş etmem. Mən də hər birinizi salamlayıram. Uzaqdan, yaxından gələn, şəhid adı eşidib gələn hər birinizə təşəkkür edirəm. Nə yaxşı varsınız, şəhidlərimizi unutmuşsunuz, şəhid ailələrini hörmət edirsiniz, yad edirsiniz. Çox sağ olun. Allah haqqınızdan razı olsun. Gülhanınıza təşəkkür edirəm. Tədbiri təşkil edənlərə, hər kəsə, iştirak edənlərə, hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Naila ana, Allah size güc versin. Allah, söz tapmaq o qədər çətindir. Qazilərimiz var burada. Qazilərimiz. Samaya xanım Texnik Universiteti müəllimidir. Qazilərimiz gələnə qədər, elə Kəlavayda gördüm bir yerə gəldim. Bir iki kəlmə deyil. Güzel anaların yanındayım. Allah hər birimizi könül işad eləsin. Qalan balalarımızla ürəyimiz həmişə fəxarət keçirsin. Baxıram, Sevhanım, hər bir ana,
heç kim yəni, sakit danışa bilmir bu şəhidlərimizdən. Ona görə çox heyecanlıyım, həqiqətən Allah sizi var eləsin. Şəhid anam, şəhidləri yaddan çıxartmayanları var olsunlar. Şəhidlərə nə var, həqiqətən hamısı mənəvi dayaq istəyir. Ona görə bu anaları öpürəm, hər birinizə təşəkkür edirəm. Solmaz xanım, sağ olun ki, şəhid analarının yanındayıq. Şəhidlər həqiqətən, yenə deyirəm, şəhidimiz Rəşad, özünə deyirəm, Rəşad, sənin cənnətdə olan 19 yaşında qədər yəqin əskər olub. Bəli, o yaşın mübarək, yaş artmayıb. Biz qocalmışıq, amma Rəşad cavandır. Cavan da olaraq qalar hər biri. Belə bizim birinci Qarabağ şəhidlərinə baxırsan, gözəl oğlanlardır. 50-55 yaşını qeydiyirlər mövludunu, baxırsan ki, cavan oğlandır. Biz qocalmışıq, onlar cənnətdə cavandır. Hər birimizi üzə onların yanına getməyə qismət eləsin. Hamımız bu dünyada gedəcək. Öpürəm analar sizi. Heç vaxt istəmərəm ki, Azərbaycan qadının, kişisi başı aşağı olsun. Başı uca öpürəm sizi. Hər birimizin başı uca olsun. Çox sağ olun. Yenə deyirəm, bu məclisi təşkil edənləri var olsun. Bundan sonra davamlı olsun. Öpürəm sizi. Minnətlərəm. Şəhidlərimizin ruhu şad olsun. Qazi qardaşlarımız buyursun. Ömrü boyu unutmarıq sizləri. Qan içində gülümsəyən üzləri, əli, qolu, ayaqları üzləri bütöv gedib. Yarım gələn oğullar. Güllələrdən parçalanmış köynəyi, hər biri bir qəhrəmanlıq örnəyi, ürəyində neçə şəhid göynəyi, sinəsində şırın gələn oğullar, döyüşlərə gülə-gülə yollanan əsəbləri, tarım gələn oğullar. Sizlərə də başlayın. Şəhidlərimizin şahidləri, buyurun. Mən qeyd eləməmişim, siz özünüzü təqdim edin, sonra çıxın. Hər birinizi salamlayıram. Şəhid ana və bacıların qarşısında baş edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər birimiz müharibə keçmişik, ailələrində. Allahdan səbir edirəm. Mənə çox xoşluq oldu ki, bu günləri mən sizinlə görüşəbildim. Suraxanı rayona ictimai bilgilim, ekspert deyəm mən. Üç müharibə görmüşəm. Əfqanistan, birinci Qarabağ, ikinci Qarabağ xəzərdə olmuşam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər birdə Allahdan səbir edirəm. Sağ olun. Mən də hamınızı salamlayıram. Allah hamınızı can sağlığı versin. İlk öncə şehid analarını hamısının qabağında baş veririk. Allah onlara həmişə uzun ömür can sağlığı versin. Əsasən məqsəd şehidləri yaşadan analardır. Bilirsiniz necədir? Yəni ana fəryadı, ana səsi. Bilirsiniz, vaxtlar idi Nailə ana oğlunu məktəbə yollasın. Bir gün vətənin ihtiyacı oldu, oğlunu əskər yollasın. Və vətən uğrunda döyüşmək üçün onu düşmənin qabağını yola saldı. Və bugün biz onun şəhidlik zirvəsini ana günü qeyd edirik. Allah ona qəni-qəni rəhmət eləsin. Bütün şehidlərimizə. Allah şehidlərimizi həmişə bizə elə bir ki, biz qazi veteranlara elə bir ki, həvalə edir ki, onların necə deyərlər, bu tədbirlərində, bu analara qayğının diqqəti əlimizdən gələn qədər, bacardığımız qədər sizə nəzarət göstərir. Biz Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyidir. Şəxsən sədri adından Füzuli müəllim Müsaquliyev adından, birinci müavini Vahid müəllim Əbdurrahmanov adından, Sabunçu rayon sədri Ramiz müəllimin adından öz dərin üzrlə başsağlığımızı verdik, həm də təbrik edirik. Cəmanatlı iki mövluduna təbrik edirik. Çox sağ olun, varım. Bir gün biz başlarından gəlmişik, bilirsiniz. Yəni ki, fərqi yoxdur, şehid bizim hardan olur olsun. Yəni ki, şehid elə bizim şehid. 18-ci il şehidlərimiz, 90-cı illər şehidi, bugün 20-ci illər, Antitorlu və bunun
bilər, bilmir. Bunu Allah bilir, nə olar, necə olur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, şəhid onların əllərindən ötürüm. Allah sizi var eləsin. Çox sağ olun. Aydın bildi. Və ya orada oturmuştum, böyle şəhid anıları danışır. Mənim o qədər yanımda ilə şəhid olub ki, istər-istəmə gözlərimi şəhid olub. Başı sağ olun. Bütün şehirler rahmetli, Anadolu'dan çok şehirler. Allah'a rahmet olsun. Şehir Anadolu'dan karşısında hiçbir şey değil. O kadar ciddi. Allah'ımız çok güzel şehir. Allah'tan razı edilmesi. Bizim uşağımız, bizim balalarımız muharebe görmüş. Allah sayılarımız yaktan da çalmış. Çünkü düşman hile gerçekten. Çok hile gerçekten. Onu öğrenen Özge'ye biraz balalarımız düşmanlarını yakışı tanır. Ama muharebe görmüş. Ben bütün şeyler aralarım elimden bütün. Size minnettarlığımızı bildirirken bütün oğullar yetiştirdir. Bütün oğullar şehit oldu. Yine de bunu Reşat kardeşimize rahmet diliyorum. Mehmet abi başta alın. Allah rahmet eylesin. Allah sizlerle çok Çox sağ olun, təşəkkür edirəm əziz qazilərimiz. Deyirlər, kişilər ağlamaz. Əsl kişilər ağlayır. Doğrudan da çətindir. İradə Aytel buradadır. İradə xanım. Gəlin sizi dinləyim mənimizdə. Buyurun. Reşad'ın evində ilk dəfə Reşad'ın bütün həyat yolunu, dostlarından ve internet tanıtımlarla, bizim kasıt aşağılarından da Reşad elə bir oğluydu ki, Reşad'ı həm balacalar sevirdi, həm böyüklər sevirdi. Qızlar dərdindən dəli divanə idi, o yaraşıqlı, boylu, xunlu. Həm də axır vaxtlar kamera çəkildi, kameramenlər də bilirsiniz ki, hər yerdə diqqətli olandı. Gənc qızların 2 qat diqqətində idi Rəşad. Rəşadımızın toyunu görə bilmədik, Rəşadımızı evləndirə bilmədik. Nailə xanım bayaqları mikrofonu götürdü, bir neçə kəlmə danışdı. Mən birinci dəfə idi Nailə xanımın səsini eşidirdim. Nailə xanım danışmırdı içarda. Nailə xanım Rəşaddan sonra səsini eşitmirdik. İnanın, sevindim, şükür elədim ki, Nailə xanım yavaş-yavaş danışır, cəmaata qarışır. Yanımda Maysə xanıma deyirəm, yaz, yay, qış, bahar, Nailə xanımı axtaran evində yox, gəncə şəhidlər yabanında tapıldı. Mən orada şəhidcə kirişləri orada oxuyabanda çox eləmişəm. Hər gedəndə Nailə xanımı Rəşadın yanında görmüşəm. Hər gedəndə də mən oraya gedəndə Rəşadımızla Nailə xanım görüşməmiş gəlirlər. Ruhu şad olsun. Allah bütün şəhid analarına ruhuna azadlıq versin. Sizin ruhunuzun azadlığı tapdığı gün balanıza qovuşanda olacaq. Hamımız öz övladımıza qaçan ki qovuşacaq, onda bizim ruhumuz azad olacaq. Belə sözlə deməyin heç bir mənası yoxdur. Allah sizə səbir versin. Əllərinizdən öpürəm. Rəşad, qaqam, görsən nə qədər böyük qəhrəman olursan ki, İllər də keçsə səni heç kəs unutmur, unutmayacaq və bugün sənin işığına, sənin ziyanına nə qədər adam toplaşır. Nailə xanım, Allah sizə səbir versin. Sağ olun. Təşəkkür edirəm, çox sağ olun. Rəşadımız haqqında bir şərh var, küçücük buna baxaq. Sonra yenə tədbirimiz davam edəcəkdir. Tələsməyək. Şəhid Ələkbərov Rəşad İlqaroğlu 1997-ci il sentyabrın 15-də Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır. Rəşad evin tək övladıdır. O anasıyla eyni gündə dünyaya gəldi.
Anası Nalə Ələşqorova 1-ci Qarabağ döyüşlərində iştirak edir və yaralanır. O Qarabağ qazisidir. Şübhəsiz deyil ki, Rəşadın vətənə olan sevgisi məhz anasından qaynaqlanır. Rəşad çox çətin şəraitdə böyüdür. Anası Nailə xanım alüminium zavodda 3 növbəli iş rejimində işləyir. İşə gedəndə Rəşadı evdə tək qoymaq məcburiyyətində qalır. Rəşad ağıllı, sözə baxan uşaqdır. 2 yaşından bir saylı bağçaya gedir. 2003-cü ildə Gəncə şəhər Nəsimi adına İngilis dili təmayüllü 44 saylı məktəbin 1-ci sinifə daxil olur. Dərslərini orta qiymətlərlə oxuyur. Təlim tərbiyəsinə görə müəllimləri rəğbətini qazanır. 9-cu sinifi bitirdikdən sonra təhsilini Gəncə şəhər 3 saylı peşə liseyində davam etdirir. 2014-cü ildə təhsilini bitirir, video operator kimi toylarda, şənliklərdə fəaliyyət göstərir. 2016-cı ildə Kəpəz Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Füzuli rayonu Alxanlı kəndində en saylı hərbi hissədə sürücü kimi xidmət edir. 2018-ci ildə ehtiyata buraxılır. O yenidən el şənliklərində operator kimi işini davam etdirir. Rəşad işləyib anasına dəstək olmağa çalışır. Onun arzusu özlərinə ev tikmək olur. Çünki Rəşad uşaqlıqdan yataqxanada böyüyüb. Bu məqsədlə Ocavadxan qəsəbəsində ev tikmək üçün torpaq sahəsi bir almışdı. Orada həvəslə tikinti işləri belə aparmışdı. Təəssüf ki, evi ilə yanaşı Rəşadın arzuları da yanaşı qaldı. 2020-ci il məlum Tovuz hadisələrindən sonra anasına demədən könüllü olaraq orduya yazdı. 27 sentyabr mənfur düşmənlərin yenidən ölkəmizə hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandan tərəfindən səfərbərlik elan edildi. Rəşad könüllü olaraq hərbi komissarlığa yollandı. Evin tək övladı olduğuna görə Rəşadı geri qaytarırlar. Buna baxmayaraq, Rəşadın vətənə olan sevgisi onu yenidən komissarlığa aparır. 29 sentyabr o könüllü olaraq müharibəyə yollanır. Füzuli istiqamətində döyüşür. Hadrutun, Daşaltının, Şuşanın azad olunmasında qəhrəmancasına iştirak edir. İmkan etdikcə anasıyla telefon danışıqları olur. Müharibənin od alovunu görmüş ana Rəşad üçün nigaran olur. Rəşad hər zəngi ilə anasına yaxşı olduğunu, tezliklə torpaqlarımızı işğaldan azad edib qələbə sevinci ilə qayıdacağını deyir anasına. 7 noyabr Rəşadın Nailə ana ilə son danışığı olur. 10 noyabr iki tərəfli atəşkəs imzalandığı gün xalq olaraq sevinç içindəydik. Sevinənlərdən də biri Rəşadın anası Nailə ana idi. O gözünün ağı qarası bircə balasının qələbə ilə geri dönəcəyini gözləyirdi. Rəşadın isə zərgi gəlmirdi. Ana ürəyini yaran idi. Rəşada zərg çatmırdı. 9 noyabrda Rəşad Laşın dəhlizində şəhid olmuş. 12 noyabr Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilir. Allah şəhidlərimizə rəhmət eləsin. Rəşad toylarda video çəkir. Ancaq özünə toy qismət olmadı. Ana budur, bu ana, yeganə oğlu şəhid, yurdun ordusu ana. Ana budur, bu ana, ağ saçları da sıva, döyüş süngüsü ana. Ana budur, bu ana, qaranlıq gecələri nurlu çırağban edən günüm, gündüzüm ana. Ana budur,
Bu ana vətənin baharını saralmağa qoymayan ömrün payızı ana. Bu dağın qızı ana, bu daşın qızı ana, mərd oğlunu yetirən bu kişi qızı ana. Ana budur. Bu ana, anaların anası. Bizi vətən yurd edən, bir ovuc torpaq edən Allahın özü ana, bayrağın özü ana. Ana budur. Bu ana özü də, balası da. Ancaq haqqa can verən, ancaq haqqı qoruyan, vətəndən, yurtdan ötürü qələbə hardadısa ora doğru yürüyən ana budur. Bu ana Xudafərin adında vətən körpüsü ana, Azərbaycan adlanan qədim bir məmləkətin başında öz papağı, öz baş örtüsü ana. Ana budur. Bu ana tükənməyən, bitməyən, silah, sursat ambarı, özü kimi 10 milyon mərd kişilər heykəli, mərd analar diyarı. Ana budur. Bu ana töküb göz yaşlarına, təzə qurma düzəldən qara yaz paltarından varıb toya gedəndə gözlərinə çəkməyə, təzə sürmə düzəldən ana budur. Bu ana çörək ana, su ana. Qurban olun mən ona, belə anası olan yaşayar əsrlərlə, çörəksiz, susuz qalmaz. Belə ana hər zaman yaşar ömrü uzunu, itirsə də oğlunu, oxşar oğul boyunu. Heç vaxt oğulsuz qalmaz. Heç vaxt oğulsuz qalmaz. Nailə xalanın oğlu və Nailə xala kimi anaların oğulları dünən də var idi, bugün də var, sabah da var olaraq yaşayacaqdır. Sormaz xanım buyursun. Əziz analar, çox ağır bir məclisdir. Mənim üçün də acılar. Çünki bizim hissiyatımız olmasa biz musiqiçi ola bilmərik. 1500-dən çoxdur ki, Hüseyin aşiqləri, İmam Hüseyin dini yaşatmaq üçün bilərəkdən vuruşa getdi və şəhid oldu. Sizin evlatlarınız da bayaq dediyim kimi bayrağı ürəklərinin üstünə qoyub döyüşə getdilər. Ön sırada getdilər. Bilirdilər şəhid olacaqlarını. Yetər ki, güllə mənə dəysin, amma mən bayrağı özüm asım. Allah'tan bir diləyim var ki, İmam Hüseyin də şəhid oldu din uğrunda. Sizin balalarınız da torpaq uğrunda şəhid olan balalardandır. Onlara mən heç vaxt demirəm, yeriniz cənnət olsun. Mən onlara deyirəm, məkanın cənnət şəhidləri. Onların məkanları cənnətdir. Allah Teala'dan bir arzum var ki, Allah sizləri Hüseyini dünyaya gətirən Fatimə Zəhra anamızla bir-birinin yanında cənnətdə qovuştursun inşallah. Və mənim bir bəstəm də var, anam məni özün ağla. Bunu ifadə edəcəm, sizlər sadə tutanın. Ağlasan yalan ağlar. Ana beni özün ağlar.
ya da ağlasan yalan ağlar. Derdi deme dert bilmezler, derdi olan yanar ağlar. Derdi olan yanar ağlar. Derdi deme dert bilmezler, derdi olan yanar ağlar. Derdi olan yanar ağlar. Dünya gerçek yalan deme, var dünyada kalan deme. Ağlayan da balam deme, göz göz olar yaram ağlar. Dünya gerçek yalan deme, var dünyada kalan deme. Ağlayan da balam deme, göz göz olar yaram ağlar. Göz göz olar yaram ağlar. Gün yandırar kölgemde tut, özünü yok derdi unut. Gün yandırar kölgemde tut, özünü yok derdi unut. Könlüm teşne gözüm bulut, leysan kimi yağar ağlar. Leysan kimi yağar ağlar. Könlüm teşne gözüm bulut, leysan kimi yağar ağlar. Leysan kimi yağar ağlar. Dünya gerçek yalan deme, var dünyada kalan deme. Ağlayan da balam deme, göz göz olar yaram ağlar. Dünya gerçek yalan deme, var dünyada kalan deme. Ağlayan da balam deme, göz göz olar yaram ağlar. Ağlayan da balam deme, göz göz olar yaram ağlar. Göz göz olar yaram ağlar. Ağlayan da balam deme, göz göz olar yaram ağlar. Göz göz olar yaram ağlar. Göz göz olar yaram ağlar. Göz göz olar yaram Solmaz Hanım, çok sağ olun. Azizim balabanı, Astaçan balabanı, hamının babası geldi. Resmen balam, benim şahit alalım. Hamınıza kurban olun. Sizin balanız cennettedir. Sizin balanız ebedi yaşardır. Sizin balalarınız tarih yazdı. Sizin balalarınız bir ömründe 1000 ömrü yaşadı, milyon ömrü yaşadı. Ve böyle min uşaqlar hamısı şəhid ömürlərini yaşayır onlar. Ona görə də hamınıza bir biz qurban olun. Hamınızın qarşısında baş əyirlər. Sizə tək mən yox, bu millət, bu xalq, bütün Türk dünyası minnətdardır, borcludur. O şəhid balalarınızı
bunların hamısını tanıyırıq və tanıtmalıyıq və borcumuzdur. Və mən istərdim şəhid anaları, şəhidlərimizin hər birinə ehtiram əlaməti olaraq, elə bir ana olaraq, Sərvət var buradadır, şəhidlərimizin adını çəksinlər, yəni qəhrəmanlarımızı tanıdaq, buradan belə eşitsinlər, ondan sonra sosial şəbəkələrdən yayınlanacaq. Məqsədimiz budur bizim ki, şəhidlərimizi tanıdaq. Balaca balamız şeir söylədi. Bax, elə yaşda məktəb uşaqlarına Solmaz xanım, Nailərlə, məktəbdə müəllim sual verir, böyüyəndə kim olacaqsan? Şəhidlik nə olacaq? Əvvəllər deyirdi, həkim olacaq, müəllim olacaq. İndi hamısı deyir, biz şəhid olacaq. Əskər də deyirlər. Deyirlər ki, biz şəhid olacaq. Yəni bizim Azərbaycan xalqının oğlanları, balaları budur. Şəhid ana. Hamınıza qurbanım. Aytəkin ana, Serin ana. Elə sıra-sıra başlayaq. Mən hər kəsi salamlayıram. Bugünkü gündə Nailə ananın yanında olduğumuz üçün hər bir kəsə təşəkkür. Ben şehit İsmail Sakız abinin anası. Çok sağ olun ki, bugün Nailə anayı tək qoymadığınız üçün hamınıza təşəkkür edirəm. Mən şəhid Nahiyyəli İrfadın anasıyım. Varım. Deməli, mənim məsələm bu arada da onu deyim ki, milli mənəvi dəyərlərimiz olan Kəlağayımız bizim qızlarımızın başının yaraşırıdır. Gəlin köçəndə hədiyyə verirlər. Şəhidlərimizə nişanlarına qismət olmayan Kəlağaylar. Şəhid Zahir İsmailzadənin nənəsi verir ki, sevir. Bunu saxla, Zahir'a nişan aparanda bir Kəlağayla aparırsan. Ancaq bugün muzeydədir, muzeyə qismət oldu. Bu da şəhidimiz Salih Əliyevin anasının, nənəsinin Zəkiyə uşağıdır. Solmaz xanım muzeyə verir. Və mən onu da demək yerinə düşərdi ki, biz Azərbaycan xalqıyıq, mentalitetimiz var. Qızlarımız gəlin köçəndə bəyata var, gəlinimizin atası Quran altından keçir. Və mən inanıram ki, gün gələcək ki, həmin o Kəlağayı qismət olan gəlinlərimiz, yanlarındakı yarları o Quran kitabından sonra əlini ki basacaqlar, yarlarına sədaqət, etibar rəmzi kimi gəlib əllərini bu Kəlağayıya basıb, and içəcəklər, şəhidlərin müqəddəs ruhu qarşısında. Ona görə də bəyinşan oğlanlarımız, kəmərbəstə qızlarımız, bax bu oğulları həmişə yadlarında saxlamalı. Toy olanda mənə elə gəlir ki, şəhidlər xiyabanını ziyarət eləməlidir. Çünki onlar bəxş edir o an günləri bizlərə. Şəhid ana, qurban olaram sənə, sənin ağ saçlarına. Elə çətinlisə qalxmır. Budur bizim analar. Nailə xanım, çox sağ ol bizi bu tədbirinə qəvət elədiyin Gülü xanım, sizə də minnəttarlığım bildirirlər. Allah sana kömək olsun, Allah hamısı bu tədbirdə iştirak edənlər, Allah can sağlığı versin. Sağ olun, var olun, şəhidləri unutmayın. Mən də xanım, hamıyla bəlkə tanıyır mən, xanım xalayım. Biri əl eləyir, sağ olun, var olun. Ağayev Uqanın anası, Alkoynud Deyçina, Vətən Müharibəsi qəhrəmanının anası, Uqanın anasıyam mən. 2 müharibədə iştirak edeyim. Bu ikinci müharibəyə də könüllü getdi. 4 il pensiyada ola bir səadətdir burada. Yenə də baxmayaraq, vətən məni çağırırım, amma mən getməliyəm deyib. Mən qulağıma deyib, telefonla deyib, heç gəlib görüşüb məndən sağollaşma. Getdi müharibəyə. Elə, 19 oktyabırda gedib, 1 noyabrda şəhidlik xəbəri. Allah sizə görür olsun, sağ olun. Əziz tədbir iştirakçıları, mən də sizi salamlayıram. Şəhid Kapitan Elçin Kağayın anasıyam. 701 hərbi hissənin tabor komandiri.
Mən bugün Nailə xanımın yanında olmağı özümə borc bildim. Mən onun oğlunun ad günün Odlar Yurdu qrupundan öyrəndim. O hər kəsə dəvətlə eləmədi. O sevgi ilə bizi çağırdı ki, görün mənim yanımda kim olar bu gün, bu əziz gündə. Nailə xanım, mən sizə səbir arzulayıram, dəyanət arzulayıram. Allah onun ruhunu şad eləsin. Şəhidlik, şəhadət son demək deyil, başlanğıc deməkdir. Bizim şəhidlər Azərbaycan balalarının boyuna elə bir güc qoyub ki, onlar onu qorumaqdan ötürü əzmlə çalışmalıdır. Elə aldım, verdim, yox qurtarmadı. Bu dünya pis qonşu ilə qonşuyuz. Bizim ömrü boyu Sovet hökuməti bizə bildirmədi erməni bizim dostumuzdur, düşmən. Mənim öz müəllimlərim erməni oldu. Mən bu gün bilmişəm ki, düşmən bizə dərs deyil. Ancaq biz balalarımıza bu ilə dərs deməliyik ki, qanla yazılan azadlıq sözü yağış dəyirsə olmasın. Allah hamımıza səbir versin, əzizlərim. Allah sizə səbir versin, uzun ömür versin. Yaşadmışsansa Azərbaycanla yaşayacaq, balon da yaşayacaq. Balon ruhu şad olsun. Təşəkkür edirəm. Hər kəsə minnətdarlığımı bildirirəm. Bugün Nailə bacının özünün doğum gününə və Rəşad balamızın doğum gününü qeyd edirik. Allah heç bir anaya belə doğum günü keçirmək qismət eləməz. Amma sanki biz balalarımızın doğum gününü belə qeyd. Allah Nailə bacıya və bütün şəhid analarına səbir versin, dözüm versin, balalarımızı yaşadaq. Allah şad olsun. Defalarla salamlayıram hər birinizi. Bugün Nailə bacına tək qoymadığımız üçün. Şəhidlər qurulanda deyil, unutulanda ölür. Hər birinizə təşəkkür edirəm. Qəmimizdə olduğumuz üçün. Nailə bacı, sən bizim üçün çox əzizsən. Allah şəhid babamın ruhunu şad eləsin. Yəni, bağlılarımız bizim boğazımızda düyünlənən sözlərimiz. Amma ruhunu şad eləsin. Mevludu mübarək olsun. Təbrik düzəldənlərə təşəkkür edirəm. Ailənin günü oynayanlarına hamısına təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Sənin də ad günü, Rəşadın da ad günü mübarək olsun. Sənin canının, Rəşadın da cansız ad günü mübarək olsun. Mən də Fəracun evi inşadan anasıyam. Gəncə şəhid. Allah hamımıza da səbir versin, qardaşlar. Allah qazilərimizə də son sağlığı versin. Şəhidlərimizə də rəhmət eləsin. Nə deyə bilərəm? Allah hamımıza ömür versin. Çox sağ olun. Təşəkkür edirəm hamımıza. Çox sağ olun, təşəkkür edirəm. Tam bir təşəkkür və sizin üçün narahatçılıq olmasın, elə bir danışmaq. İlk öncə bu tədbiri yığıb, bu tədbirə gələnləri hər birini salamlayıram. Allah hər birinin canına can sağlığı versin. Bugün Nailə bacını tək qoymadıqları üçün hər birinə təşəkkür edirəm. Mən Gəncə şəhidi Bayramov Həsən Bəhramoğlu'nun anasıyam, Ruhiyyə ana. Düzdür, bizim üçün həm qürurludur, şəhid anası olmağımıza görə, həm də bizim üçün çox çətindir. Ona görə çətindir ki, bala ikisi çox ağır olur. Bugün biz bura bir balanın eşqinlə yığılmışıq. Bir balanın işığına yığılmışıq. Belə deyərəm. Rəşad balamın. Bugün Rəşad balamın mövluduna yığılmışıq. Nailə, təmkinli ol, səbirli ol bacım. Sənin də ad günündür. Bilirəm, amma deyə bilmirəm. Çətindir mənim üçün. Çətindir ana üçün. Allah məkanlarını cənnət eləsin. Bu cənnət mələyi balalarımız bizi elə yerdə yarımçıq qoydu ki, bizim artıq geriyə yolumuz yoxdur. Biz düzdür. Bunu Nailə də vurğuluyub. Biz o uşaqlarımızla bərabər ölmüş analarıq. Ruhən gəzməyimizə baxmayaraq biz ölmüş anayıq.
Allah hər birinizə səbir versin, ana. Allah sağda can sağlığı versin, Nailə. Balamı yaşadasan. Çətindir, valla çətindir, düzdür. Qürur verici addır, adlarına qurban olun, məkanlarına qurban olun. Onların bu atdıqları addımın hər biri şöhrətlə atdılar, sevinclə atdılar. Getdikləri yolu özləri bilir, ara gedir. Amma bizə elə təmkin verdilər, bizə elə ruh verdilər ki, biz elə inanırdıq, elə bilirdik ki, balalarımız geri qayıdacaq. Heç biz bu yolu seçmədik. Heç bu yola biz inanmadıq ki, balalarımız bayrağa pükülüb geri qayıdacaq üstümüzə. Oğul nə üçündür? Oğul vətən qorumaq üçündür, düzdür. Düşmən səfəridir, düzdür. Bu babalarımızdan, nənələrimizdən deyil. Amma ana üçün çox ağırdır. Allah yerdə qalan oğullarımızı var eləsin. Allah yerdə qalan o körpə fidanlarımızı başatan eləsin. Allah yaralı analara da səbir dözüm versin. Nə deyə bilərəm? Sağ olun. Mən özünə bəndə tədbir təşkil edənlərə təşəkkürümü bildirirəm. Çox sağ olun. Tədbirə gələnlərdə hər salamlayıram. Təşəkkür edirəm ki, anamıza tək qoymadınız. Çox sağ olun. Allah cəmi şəhidlərimizin ruhlarını şad edəsin. Mustafa İsmail'in bacısıyım, Gəncə şəhidi və bir də bacımız bayaq ifa elədiyi kimi bütün şəhidlərin bacısıyım. Allah hamısının ruhlarını şad edəsin. Mən Gəncə şəhidi Süleyman Obasının anası Rahlanayam. İlk öncə tədbirə gələn hər bir kəsi salamlayıram. Məclisi təşkil edən hər bir kəsə ayrı-ayrılıqda təşəkkürümüzü bildirirəm ki, bu şəhidlərimizi heç vaxt unutmurlar, həmişə yaşadırlar. Hamınıza təşəkkürümü bildirirəm. Bugün biz Rəşad balamızın işığına yığılmışıq. Rəşad balamızın cənnətdəki mövludu üçün yığılmışıq. Rəşad bala, cənnətdəki mövludun mübarək olsun. Allah Nailə anamıza da səbir gözün versin Rəşad balamızı yaşatmaq üçün. Rəşad balamızın təmsilində bütün şəhid balalarımızın yeri cənnət olsun, ruhları şad olsun, məqamları uca olsun. Allah bütün analara, atalara səbir gözün versin. Çox sağ olun. Mən də səni salamlayıram. Mən ilk dəfə sizi Gəncədə, uşaqlar qulağa çıxışında görmüşəm. Özüm orada doğub böyümüşəm, yaşamışam. Amma Bakıda da yaşayıram. Uşağımız da Bakı şəhəridir. Baş litinə Süleymanlı Kənanın anasıyam. Buradakı bütün analarımı, hamısını salamlayıram. Həmçində Ünvari Dilbarizin, Poeziya Məclisinin bütün üzvlərimiz təşəkkürümü bildirəm ki, biləcəz bizim şəhid balalarımız üçün unudulmaz gecələr təşkil edirlər. Anamız deyil, düzdür, əsas bizə yük düşür, biz analara. Amma necə ki, bu Azərbaycan kimi bir millətin, bir xalqın nümayəndələri bizim şəhidlərimiz heç vaxt yaddan çıxmayacaq. Yaddan çıxmadı ki, bizim oğullar getdilər. İllərlə hamı deyirdi ki, bu torpaqlar günə geri qayıdacaq. Qayıtmayan torpaqlarımızı geri aldılar. Öz atalarından, öz əmilərinin, öz babalarının heyfini də düşməndən aldılar. Mən bir də bir nüansı sizə çatdırım. Bu yaxında mən televiziyada İlham Əliyev gərək ki, Avropa Şurasında bu qazla, enerji ilə əlaqədar samit var idi, orada şürak edirdi. Orada bir kərdə, bilməm, Portuqaliyanın naziri idi. Portuqaliyanın nazirinə görə deyirəm, onlarda prezident yoxdur da, nazir olur. Deyəsən durdu, döndü İlham Əliyevə baxdı. Bizim enerji sahəsində özümüz bilirik ki, Azərbaycanın dünya səviyyəsində çoxdur da işləri. Döndü İlham Əliyevə baxdı və dedi ki, mən sizin haqqında, kiçik də olsa sizin devlətiniz haqqında eşitmişəm, çox arzuluyurdu sözü görün. Bugünə qismət oldu ki, sizinlə tanış olum. İnanırsınız, mən ona təsadüfən qulaq astımda, nəsə başım başqa şeylə məşğul idi. Döndüm, belə diqqətlə onlara qulaq verdim. Mən bilsiniz necə qürurlandım bizim bu uşaqlara ki, o zəfərdə, o qələbədə bizimlə uşaqların
var. Bizim də uşaqlara təbii əziyyəti var. Yəni ki, ona görə biz qürurlu analarıq. Nə qədər evladımız çətin olsa da, çox qürurlu analarıq ki, bütün dünyada Azərbaycanı tanıdıq. Bir də sizə təşəkkür edirəm. Burada gələn bütün insanlara vaxtlarını sərf edib, şəhidimizi anıblar. Hamısına təşəkkür edirəm. Analara da çoxlu səbir edirəm. Başqa yönetməm. Sağ olun. Sağ olun. Mən Abbasquluzadə Nəzakət, Abbasquluzadə Qəlbən atasıyam. Sizə Allahdan səbəb edirəm əmlacım. Oğlunuza da Allah rəhmət versin deyirəm. Şəhidlər ölür. Əgər 14 əsr İmam Hüseyni yaşatmışıqsa, biz şəhidlərimizi yaşatacağıq. Və bizdən sonra gələnlər, bax, balamız, körpə balamız yaşatacaq. Allah hamıya səbir versin. Sağ olun. Anneye bugün hediye olmuyor, bu güzel hediyeni. Dedi ki Uğur'a vereceğim. Uğur gel hemen bunu sana takdim etsin. Səkine anam, haradasınız? Səkine hanım, şəhid anası. Şəhid anası. Səkine hanım. Gəlin də qurban sizə, başqa Səkine yoxdur ki. Aramız sizdən olsun canlısınız. Ana elə böyüyürəm sizi, gəlin. Gəlin qədəsini alalım, gəlin. Canım Ayla xanım, Allah sizi görəndə mən həmişə düşünürəm ki, Rabbim, şəhid analarından, şəhid Qazi xanımın anadan, evin tək övladını, yeganə evladını itirən analar, tək oğlunu itirən analar, lap elə 5 oğlunu bir olsun, şəhid verən analar, öz anam da şəhid anasıdır, Allah ona rəhmət eləsin. Dünyasını dəyişən bütün şəhid analarına Allah rəhmət eləsin. Fikirləşirəm Rəbbim, onlardan necə bir varlıq düzəldəcəksən. Bunlar hansı böyük bir varlığa mafyalar, şəhid analar. Çünki insanlığın üstündə olan bir imtihanla sınanırsınız. Nailə xanımı tanıyıram mən. Sevgi xanımız, Qərzana xanımı, Efadın anası, bu xanım olan, milli qəhrəmanlarımız, tutulmamız, hamımızın olanları deyirəm. Oğlu ilə, evladı ilə imtihan olan analar, imtihanlığın üst səviyyəsində bir imtihandır. Hər ana deməsin ki, mən evladım var. Evlad biri var nədənsə əziyyəli gəlir ölə, biri var ki, xəstə ola ölə, biri var kimsə bura ölə, qəfil edir, biri var türmədə ölə. Allah rəhmət eləsin, deməsinlər. Ona gətirirəm sözünü. Bu analar bilirlər ki, evladları ölümə getdi. Evladlar bilirdilər ki, öləcəkdir. Amma ki, sinəsini sipər edib getdilər ki, ya torpaq, ya vətən, ya ölüm. Üçünü də seçdilər, üçünə də qalib gəldilər. Həm vətən elədilər, vətən. Həm ananı qəhrəman elədilər, həm üzümüzü ağ elədilər. Üzləri ağ olsun. Özlərinin yanaşı analarının adlarını da yaşadılar. Ana atalarının da, bacılarının da, qardaşlarının da, evlatlarının da fəxr edir. Bir anamız vardı, həmişə görən Facebook səhifəsindən oğlu haqqında, onun da oğlu qəhrəman oğullardan. Yazır həmişə Mətanət xanım. Necə oğlu Mətanət, o da yoxdur. Sonra Mələk xanım, Həsənova var. Onların özü də ucadır, balaları da ucadır. İnsanlığın imtihanının üstündə bir imtihandan sınanmışsınız siz. Allah hamınızın mükafatını hər iki dünyada versin. Dünyada da, ahirətdə də cənnət olsun, yeriniz uca olsun. Mənim qardaşım itkin şəhid. O bizi ki, təxmini yeri tapmışıq ki, buradadılar, sizə gedib görmüşsünüz. Nailə xanım da gedib görmüşsünüz, Sevgi xanım. Təxmini bilirik ki, həm indiyə qədər onun bir dırnağın, bir telin axtarıq ki, bir bastıraq bizim də bir şəhidimizin bir məzarı olsun, gedib bir, biz də ona bir yaylıq bağlayaq, bir də bir bayraq bağlayaq. Allah heç bir valideyni, ananı evladı ilə sınanmasın. Heç bir evladı da valideynləri ilə sınanmasın. Çox ağır qədir. Əslində qalsa milli qurur yerimizdir. Bizim bayaqdan xanımın biri dedi ki, qanla yazılıb azadlığımız siz dediniz. O yarışma. O qanla yazılan azadlıq daşların üzərində yazılan yazılar kimidir.
Milyon iller keçsə o silinməyəcək. Bizim şərəf tariximizdir, bizim qürur tariximizdir o. Nə biz unuda bilmərik, nə torpaq unutmaz, nə də heç kim unutdura bilməz. Heç kim də onları unutdura bilməz. Allah məkanlarını cənnət elədiyi kimi, məqamlarını uzaq elədiyi kimidir. Sizə də Allah səbir versin, gözün versin. Hamınızı əllərinizdən öpürəm, o yaralı qəlblərinizdən öpürəm, könlünüzdən öpürəm. Allah sizi var eləsin. Çox sağ olun, təşəkkür edirəm əvvəlcə. Bu tədbirin araya ərsəyə gəlməsi üçün bizə dəstək olan Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərliyə təşəkkürümü bildirirəm ki, bu gözəl şəraiti təmənnasız olaraq bizim üçün yaradıb. Xidmətimizdə də gördünüz necə gözəl durdular. Ona görə minnətdarıq və şəhid anaları, bacıları, ailələri, operatorumuz, şəkil çəkənimiz, iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Solmaz xanım, bircə dəqiqədə çox xahiş edirəm. Nailə xanımı da yenə dinləyək. Nailə xanım, sizə qurban olurum. Sizə mənim canım qurban. Çox belə rahat danışın. Təsəvvür edin, bu insanla tək-təklə oturanda elə gözəl danışır ki, elə gözəl xatirələr söylüyor ki, bilmirəm bu cəmaat çox olanda niyə danışmır? Ona görə də mən bir-iki reportaj eləmişəm, orada Nailə xanımı dinləyə bilərsiniz. Ancaq Nailə xanım, istəyirəm danışasınız. Siz qəhrəman anasısınız, siz igid anasısınız, özünüz qazisiniz. Sizin hər sözünüz bizim üçün bir zənginlikdir, mənəviyyatdır. Buyurun, gəlin. Gəlin gözəl ana, gəlin. Sizə qurban olaram mən. Siz mənim canımsınız. Mirvarid Dilbazi yazır ki, hər papaq qoyana kişi desəm mən, kişilər inciyər səxavətindən. Baxın, belə qadınlar da yetirib vətən. Günahdır onlara kişi deməsən. Günahdır onlara kişi deməsən. Ağlı açıq, sözün düz. Ağlı açıq, sözün düz. Hər işdə meytəbəsən. Əyilməzsən heç zaman dünyanın sərvətinə. Sən özün də bilərsən, igidərlər içində eşq olsun tarix boyu sənin ülviyyətinə Azərbaycan qadın. Ey şəhid anası. Mən əslində deyiləsi sözüm çoxdur, amma demək istəmirəm. Belə demək istəmirəm ki, oğlum da sözlü deyil, mən də sözümü demişəm. Yəni, şəhiddən danışanda ağlayıram, ona görə istəmirəm. Ey şəhid doğan ana, ey şəhid doğan ana, əbədi ucalmısan ulduza aya qədər. Sənin balan apardı bizi Şuşaya qədər. Aparsa da saçının qarasını bu dünya, qoparsa da qəlbinin parasını bu dünya, sənə səcdə edir. Azad güllər, ağaçlar, çiçəklər indi. İndi neçə ana var, sənə oxşamaq istər. İndi neçə körpə var, şəhiddə olmaq istər. Sənin yerin, vətənin, ürəyinin başında, ey şəhid doğan ana, qızıl hərflərlə yazılır tarixin daş yaddaşına. Əziz şəhid anaları, bugün Nailə xanımın yanında olduğunuz üçün sizə minnətdarım. Sizin bu birliyinizə minnətdaram. Mən o qədər qürur duyuram ki, bu şəhid anaları özünün ağrısı dağ boyutdadır, ancaq o birisi şəhid anasına təsəlli verir. Ona görə də bunlar elə birləşiblər ki, şəhidlərimizin qanına qurban olur. Hətta bizləri də bunlara birləşdiribdir. Ona görə də şəhidlərimizin ruhuna salam olsun. Solmaz xana bir gözəl mahnı gəlsin. Sonda yenə də bir mahnı gələcək. Ona görə ki, bu tədbir şəhid tədbiridir. Belə olmalı. Nailə xanım, mən sizə Allahın 99 ismindən biri olan səbir diləyirəm və burada əyləşən bütün bacılarımıza, analarımıza hamısına səbir diləyirəm. Xahiş edirəm, amma əyləşin, ayaqda istəmirəm olasınız. Bilirsiniz ki, 30 ildən çox Xocalı soyqırımı bizim qan yaddaşımıza yazılan bir soyqırım faciəsi oldu. Elə o ailə oldu ki, oradan heç bir nəfər də sağ gəlmədi. Sağ qalanlar, dünyasını dəyişənlər, donanların belə başına oyunlar açıldı. Və biz xarici dövlətlərdə olanda səfirlikdə bizi ağırlayırdılar. Xarici qonaqlar bizdən o soyqırımı haqqında
danışanda biz gözümüzün yaşını saklaya bilmirdik. Bugün Xocalımız azad oldu. Kimlərin sayəsində? Şəhid balalarımızın tökülən qanı, qazi balalarımızın itirilən əzaları sayəsində Xocalımız yenidən özümüzə qayıtdı və biz sənətkar olaraq bugün xarici dövlətlərdə çıxış edəndə alnı açıqlıqla çıxış edirik. Amma hər zaman Qarabaş qəstəsini oxuyurduq, amma sıxıla-sıxıla oxuyurduq. İnanın, çox əzab çəkə-çəkə oxuyurduq. Amma bugün böyük qürurla biz mahnılar oxuyuruq. Qarabağla bağlı, vətənlə bağlı. Biz hamımız vətənin evladıyıq. Mənim qız evladım var. İnanın ki, orada 3000-dən çox şəhid verdik. Hər biri mənim balam kimi mən ağladım. Öz evimdə ağladım. Allah onların məkanlarını ucalardan uca eləyib. Bugün sizin ağlamağa haqqınız yoxdur. Ağlamaqla heç kim geri gəlmir. Əksinə onlara bəlkə də əyandır və xanım gözəl danışdı. Azadə xanım idi, səhv eləmirəmsə, ruhlar bizimlədir. Başınızı uca tutun, alnı açıq olun, hər zaman qürurlu olun, qururunuzu heç vaxt aşağı eləməyin. Və mən bugün mərhum Eldar İsmailin ölümündən əvvəl yazıb, amma Xocalını görmədiyi, Xocalı gözün aydın, Xocalım deyə bir şeiri əlimə gəldi və bir qələbəmizlə bağlı o mahnımızı ifa edəcəm. Sənə qurban can Xocalım, Azərbaycan igidləri aldı qana qan Xocalım. Azərbaycan igidləri aldı qana qan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Baştan yazar bizden, keçtin oddan, keçtin közden. Tarix baştan yazar bizden, qarı düşmən əlimizdən. Qaçanmadı yan Xocalım, qarı düşmən əlimizdən. Qaçanmadı yan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım.
Azərbaycan Xocalım, Can Azərbaycan Xocalım, Can Azərbaycan Xocalım. Şəhidlərimizin başını tutmamışsınız. Allah sizlər duanız. Siz yaşayın ki, o babalarınız da yaşasın. Neçək Azərbaycan xalqı var, şəhidlərimiz heç vaxt unudulmayacaq. Mənim əzizlərim, bugün qəhrəman olun, Rəşad Ələkbərovun adına düzənlənmiş tədbir, onun uğruna Ulu Tanrının dərgahında bir dua kimi qəbul olunsun. Qarabağ uğrunda canından keçən oğullarımızdandır. Qarabağ mahnısı gəlsin. Sevgilim seyrə çıxaq, burada gəl ilk baharı. Sevgilim seyrə çıxaq, burada gəl ilk baharı. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzuları hər zaman Qarabağ. Danışan dili dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlliyi. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlliyi. Ruhumu buradan alır Natavanın qəzəli. Ruhumu buradan alır Natavanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu vətənimdə neçə qəhrəman övladı var. Bu vətənimdə neçə